Hər vaxtınız xeyir. Əgər evdə köhnə, ərkli duş başlığınız varsa, onu sadə üsulla soda, diş pastasının köməyi ilə təmizləyə bilərsiniz. Bunun üçün əvvəlcə duş başlığının içərisinə sodadan əlavə edirəm. Biraz da diş pastası vururam. Sonra duş başlığının üzərinə sodadan əlavə edirəm. Həm içərisinə, həm də üzərinə adi sirkə tökürəm. Salafana büküb ən azı 15 dəqiqə saxlayıram. Bahalı vasitələr olmadan da asan üsulla duş başını ərkdən təmizlədik. Sizə də bu üsulu mütləq sınamağı tövsiyə edirəm.